niyə belədir, nədir? Bir neçə zamanı qatışdıraraq fikrimi ifadə elədim. Oradaydı, səhv eləmirəmsə, Rusiya sallıramsa. Buradan Barcelona çimənliyə doğru uzanan bir görünüş. Do you know how to go to this place? Okay, thank you. Sizə məsləhət görürəm, Park Güell bir günlük həməsə vaxt ayırmalısınız. Bu oteldirsə heç bir şey, amma bu evdirsə cəmaət yaşayır deyərəm. İspaniyanın Barcelona şəhərində 3 günlük səfərim barəsində öz təəssüratlarımı bölüşəcəm. Deməli, səhər saatlarıdır burada, saat 9-dur. İnsanlar oyanmayıb, məktəb valideynləri, uşaqlarla aparan valideynlər görə bilərik. Bizdə 3 saat irəli olduğuna görə tez vurmuşam. Çox tezdən də sumkamı yapmadım. Sumkam da bundan ibarətdir yalnız bu arada. Artıq 3-cü gündür ki Barcelonadayam. Düşünürəm ki bir daha bura gələsiyəm. Sonra isə yeməyimizi yeyərək yolumuza davam edəcəyik. Belə davamında isə Park Güelli göstərməyə çalışacağım. Ümidvaram ki orada təmir tikinti işləri getməyib. Çünki Barcelona'nın ən məşhur yerlərində təmir tikinti yerləri gedir. Ona görə təkrar gəlməli olacağımı düşünürəm. Azərbaycan yeməklərinə oxşar yemək tapıb yeməyə çalışırıq. Dostumuza yol verdik. Gəldi indi bilet almağa çalışacaq. Görək ala biləcəyik yoxsa yox. Yəqin ki bir dəfəlik biletlər var. İnşallah ki olar. Görək dayandıram. Deməli burada yoldaşları görürsünüz. Bunlar niyə əllərində hazır iplə dayanıblar. Ona görə ki çəkilişdən narahat olduğundan görə görüntünü əks tərəfə çevirdim. Səbəb ondan ibarətdir ki onlar polis gələrkən həmən qaça bilməkdən ötürü elə ediblər. Yəni çünki icazə yoxdur bu səbəbdən dolayı. Burada məşhur Plaçadır. Tam informasiya sahibi deyiləm. Niyə belədir, nədir? Amma yəni itəndə yəni yolu səhv salanda bura gəlib, buradan 2 nöqtə var idi ki biri buraydı, bura gəlib özümü belə deyək də konsentrasiya eləyib, belə deyək, jiroskopumu düzənləyib ondan sonra ünvanı tapırdım hara gedirdimsə belə, indi də Park Güellə getmək üçün elə buradan istifadə edəcəm. Buralardan tapacağım ki avtobusum haradan gedir. Çünki metro günlüydür. Bu sərf eləmədi, belə deyək. Baxdım, gördüm. Yəni mənə saat səfir gedişliyi lazımdır. Buna görə 20 euroya yaxın pulu demək sərf etmədi. İndi isə avtobusumun yerini tapım. Burada çox gözəl. Həqiqətən çox gözəl ifa edir. Saçım başım yaman gündədir. Yolumuza davam. İnsanlar qaçır. Burada dayanmadan gün boyu qaçan insanları görə bilərik. Yolumuza davam. Park Güell. Çətinliklə olsa bir neçə zamanı qatışdıraraq fikrimi ifadə elədim. Yaxşı da kartınız olduğu təqdirdə heç bir əlavə tiket almağa ehtiyac yoxdur. Rahat şəkildə kartla ödəniş edə bilirik. Əziz bu videoyu izləyən bütün hər kəs, deməli Barcelona'nın bir başından təmiz başqa bir əks tərəfini gəlmişik. Biz
Bundan evvelki videolarda 2 saatlarında gösterdiğim zat oraydı, oradaydı. Səhv eləmirəmsə, bu səslənirəmsə, buradan Barcelona şəhərinin yuxarıdan viewportu görünüşü görsənir və irəliləyirik. Park yola tərəf. Şəkillərdən çox gözəl görsənir. Gündüz vaxtıdır. Deməli, mən Azərbaycan saatına 25 dəqiqə işləyib. Bu deməkdir ki, 12-25 dəqiqə işləyib. Təqribi bu deməkdir ki, 1 saat falan vaxtım var. Daha sonra isə aeroporta getməliyəm. Belə gözəldir. Hava çox superdir. Çox möhtəşəmdir. Hətta mən göstərim. Vitrovkamı çıxartmışam. Buradan Bakıya giriş edəcəyim günlərdə belə izləmədə qalaraq Bakıya'nın gözəlliyini görə bilərsiniz. Gəlməsəniz belə. Amma hər birinizə gəlməyi məsləhət görürəm. Şəkillərə baxsaz bir daha təkrarlayıram. Bakıya çox möhtəşəm şəkillər var. Ümidvaram ki, görüntüdə çox möhtəşəm olacaq. Belə yolumuza davam edirik. Deməli, Bakıya'ya daxil olduq. Maraqlı bir mənzərədir. Bu arada 18 eurodur girişi. Parka girən kimi Wi-Fi kəsirlər. Deməli, És a fák megtűnnek, és itt ezek az oszlopok. girək belə. Çiyindəki çanta bir qədər ağırdı, bir qədər deyəndə əməldə başda ağırdı. Düşünürəm ki, telefonu hələlik cibimə qoyum. Yerdir, maraqlı bir yerdir. Gözəl görsənir, digər hissələrinə də keçəcək. Həqiqətən sultan çox ağırdır, çox. Düşünürəm, 1-2 şəkil çəkə bilərəm, yəqin istərdim çəkim, ona görə videonu dayandıracağım. Ətir iyisini hiss eləyə bilmirsiniz. Çox, güllərin çox gözəl ətri var, çox gözəl. Yuxarılara doğru qalxıram. Arada vaxtı da detektləyirəm, çünki buradan 1 saat yarımlıq yoldur. Çox qala bilməyəcəm, heyif, çox heyif. Gərək lap səhər tezdən gələrdim bura. Türkiyə vətəndaşları var burada. Burada gördüyünüz kimi belə bir şey. Düşünürəm ki, ora gedeyim. 14:55-də deməli bağlanırsa mənim qeydlərim. Elə buradan Barcelona şəhərinin çox gözəl mənzərəsi görünür. İstərdim göstərim sizə. Buradan gördünüzsə əgər düşünürəm yeriyərək daha çox şey görməyə çalışaq, vaxt itirmədən. Çox şəkil çəkdirə bilməyəcəm, çünki vaxtım qısıtlıdır və təkən kameraya baxa-baxa həmçinin. Okay. Sürətlənməyə çalışıram. Çox superdir. Burada yenə küçə musiqisi ilə feyziyə bilən yoldaşlar var. Baxaq. Uzaq başı düşünürəm. Burada qatarı yox, daha doğrusu təyyarəni buraxıb biraz maddi ziyana gedib biraz burada daha çox gəzə bilərəm. Burada küçə satıcıları görsənir. Maraqlı bir şeydir. Nerede? Federico, non me la vi souvenir. Düşünürəm ki, sürətləneyim.
Amma insan çoxluğu özünü göstərir və biz yuxarıya doğru qalxdıqca daha da isti olur. Yoruluruq, amma yorulmuruq. Niyə? Çünki görmək istədiyimiz yerlər var. Yuxarıya qalxdıqca daha çox güllərin ətirlərini hiss edirəm. Düşünürəm ki, bura gələndə məhz bir günü bu parka ayırmağa dəyər. Yəni 10-15 dəqiqə, yarım saat yox, bir günü ayırmağa dəyər. Temiz şəkildə yenə üzü yuxarı qalxırıq. Buradan internetimi açıb bu görmək istədiyim yerə baxacağım ki, kim necə soruşacağım, necə görə bilərik də onu. Bizə burada belə bir gözəl bir bina var. İnsanlar həqiqətən çox sürətli hərəkət etmirlər, amma çoxdular. Burada görürük insanlar şeylər çəkir, bizlər. Çəkək hələlik videonu dayandıraram. Belə bir mənzərə, Parkvelen mənzərə. Barcelona çimərliyə doğru uzanan bir görünüş. Davamlı yolumuza belə baxıram. Aeroporta qaça-qaça gedəcəm. Dediyim kimi hər yerdə küçə parçaları. Excuse me, how to go this place? This? Okay. Onun gözəl yerlərini görməkdən ötürü sürətlənirik. Vaxtımız çox azdır. Çünki saat artıq demək olar 12-dir və mənim 4-ə 10 dəqiqə işləmiş uçuşum var. Sürətlənirik. Gülün, kaş ki güllərin ətrini hiss edə biləydiz. Kaş ki. Bu balaca dostumuz da qaçır. Okay, indi isə biz qaçmağımızda olaq. Çata bilməkdən ötürü həm görüb, həm də çata bilməkdən ötürü. Bilmirəm, baxmamışam. Mənim uçuşumdan sonra uçuş var, yoxsa yox. Yasəmən ətri gəlir. Deyirsən, Nərgiz gülü ətri gəlir. Ağacların belə bir gözəl görüntüsü deyirsən, var. Yəni, əsrarəngiz deyə bilərəm. Kaş vaxtım olaydı, burada bir gün vaxt keçirəydim. Yaşayışımı, yəqin ki, ona elə bir vaxt yoxdur deyə mən istədiyim yerləri görməkdən ötürü bir qədər sürətli hərəkət eləməliyəm. Excuse me, do you know how to go to this place? Okay, thank you. Okay, deyir ki 0 deyən var. Okay, yerli millət. Çox azdır burada. Aha, gördüm. Müəyyən gözəl yerləri gördüm. Düşünürəm ki, gecikmək olar. Deməli, mənim vaxtım. Yəqin ki, gecikmərəm. Geciksən də bir şey fikirləşərəm. Mizi. Çox super yerlər, çox. Okay. İstərdim sizə də göstərim buraları. Düşünürəm bir qədər də yerisək. Videonu dayandırıb yenidən açıram. Həqiqətən çox gözəldir. Yəqin ki, mən nə vaxtsa Barcelonaya təkrar səfər edəcəm. Belə bir gözəl yerdir. Vaxtımız elə də çox deyil. Çox super, çox gəldim. Havanın da gözəlliyi əlavə olaraq güllərin əxirinin hiss olunmağı daha füsunkar edir bu mənzərəni.
mütləqdir ki, mən Barselonaya təkrar gələcəm. Bu artıq dəqiqləşmiş bir şeydir beynimdə. İnşallah. Mən düşünürəm ki, burada bir şəkildə Asiyalı dostlarımızı görürük. Bu arada Asiyalı dostlarımız wireless naşıqdan istifadə etmir, qulaqcıqdan istifadə etmir. Bir qayda olaraq onlar simli qulaqcıqlardan istifadə edir. Yəni gördüyümüz, müşahidə etdiyimiz budur. Adamın kimisə tutub Azərbaycana salam göndərməyə gəlir. Bakı uşaqlarına, Bakı dövlət əhlinə, Əbriyə, Şirvan uşaqlarına. Yanınaqsa gəzək. Kiməsə salam göndərmək əvəzinə biz gəzək. Hər şeyi 4x-də görməyə məcburam. Əsas beynimdə atalasın. Düşünürəm ki, atalayır və yaxşıdır. Buradakı görüntünü görəsiniz. Çox super burada. Belə əl işləri var. Gördüyümüz kimi eyni Sparkwell. Belə bir şeylər var. Yumurtalarda bəzənmiş Novruz bayramı. Deyəsən bunlar da kesildir. Burada belə bir şeylər var. Yenə yumurta görürük. Quail bəlkə də kərtənkələ falan deməkdir. O deyil də. Çoxdur. Freedom is the heaven. Bunu rahat deyə bilərəm. Freedom is the heaven. Buradan bir düşə çəkməyi istəyirəm. Və davam edirik. Çox gözəl mənzərə var burada. Çox gözəl. Okay. Mənzərənin yüzü insanlar çoxdur. Amma ümid var. Mənzərəni görə bilirsiniz. Mən səfər bura gələndə tək gəlməyəcəm ki, şəkillərimi kəşdirə bilim. Kiməsə belə çox çətin olur. Buradan istərdim görünə. Bizə çəkilişimizi çəkirik. Bir neçə şəkil. Gəlin videonu dayandırım. Çox super yerlərdir. Yenə də adam özünə fotoqraf gətirə, belə dayanmadan çəkər. Artıq bir qədər tərləmişəm. Burada maraqlı digər yerlər var. Asla yorulmuşam artıq demək olar, amma yorulmaq olmaz. Düşünürəm aeroporta çatmaq üçün sürətlənmək məqsədə uyğundur. Gələn səfər bura dəqiqdir ki, bir günümü məhz bura ayıracam, məhz səhər tezdən. Sizə məsəl görəm, Parkwell bir günlük ən azı vaxt ayırmalısınız. Həmməsə belə türk bir qardaş var idi. O şəkillərimizi çəkdi, şəkilimi çəkdi. Azərbaycana salamlar göndərdi, gülər üzlə, heyf ki düşmədi. Bu mənə də xoş təsir bağışladı. İndi isə sortida, salida exit. Yəqin biri İspan dilində, biri qədim Katalon dilindədir bunun. No entry. Okay, biz çıxırıq və buradan bu şəkildə yaxşı düşür deyə düşünürəm. Yenə deyirəm, gələn olsa Parkwell-a mütləq ən azı yarım gün ayırsın. Rahat şəkildə gəzib görsün. Burada bir suvenir yerinə girəcəm. Nəsə maraqlı gəldi. Görün burada sizə də göstərim. Harika. Okay, maraqlı bir şeylər var. Daşdı. Sonra bir daşdı. Düzdür. Tələsirik, qəşəng şirin ətir var. Dediyim kimi Quail kərtənkələdir yəqin. Burada gördüyünüz kimi qurbağa kərtənkələr var. Okay.
bize uygun bir şey görebildiğimi burada. Düşünürüm ki artık. Excuse me. Thank you. Excuse me. Thank you. Okay. Düşünürəm. Artıq getməyə vaxtıdır. Belə yaxşı yol Parkway. Bu da İspaniyada Barcelona şəhərində 3-cü günümüz idi. Gələn səfər dəqiqdir ki, bura gələcəm. İndi isə Google Map'dən istifadə edərək gün varımdır mənim deməli nəyim. Roaming'im bitməyib bugünkü. Düşünürəm. Girək Google Map. Aeroport Las de Pascual. Las de Pascual. Burada oturup güzel bir günorta yemək olardı. Amma ki vaxt yoxdur. Mən yazıram Aerobus El Terminal 44 dəqiqəlik yol deyir. Oy 1 saat 16. 1 saat 6. H6 metro. Oy 1 saat 20. Düşünürəm 1 saat 16 dəqiqəlik olan yolu seçəcəm və startlayıram. Görək hara getməliyəm mən. Hal-hazırda düz gedirəm, əladır. Deməli bir qədər sürətlənməliyəm. 1 saat 16 dəqiqə 12:09-dur. 13:25 saat yarım qabaq. Okay, normaldır. Düşünürəm yolda su və yaxud kofe içməyə vaxtımız var. Ən pis halda dediyim kimi narahat olmağa ehtiyac yoxdur. Digər bir reyslə uçarıq. Uzaqbaşı bir neçə biz belə deyək, otel rezervasiyasının pulunu itirəcəyik və uçuş üçün ödədiyimiz pulu itirəcəyik. Qətiyyən narahat olmuruq bundan ötürü. Ondansa gözəllikdən zövq almağa çalışırıq. Hətta ən böyük diqqət şeyim olan saçım dağınıq olsa deyə. Deməli, mən burada yaşayardım. Bax, bu binada məmnuniyyətlə yaşayardım. Dəniz kənarı hissəsində yox, Barcelona, oralıq biraz elə bir ki, biraz çox qarışıqdır. Amma burada yaşayardım. Məmnuniyyətlə yaşamaq olar. Düşünürəm ki, buradan ev almaq lazımdır. Ümumiyyətlə. Burada türk qardaşlar danışırlar. Biz də yolumuza davam edirik. Malaka Shop. Əsas pasaportumuz üzərimizə. Küçələr çox əsrarəngizdir. Azərbaycanda belə küçələr mən Qaxda görmüşəm, yəni saçında orada belə bəzəklidir, qədim üslubda saxlanılıb. Dediyim kimi İspaniyaya girəndən hələ də mən bu tərəflərdə Azərbaycanlı görməmişəm və yaxud eşitməmişəm. Sant Cugat del Valles küçəsindəyik. Hələlik düz irəlilirik. Belə. Baxırıq mapdə yolumuza. Bir qədər sonra D40 unutmayın, nə vaxtsa gələn olsa bilsin ki, Parkway ilə D40 avtobusudur. Həm o biri başdan, həm bu biri başdan rahat gəlir. Bu oteldirsə heç bir şey, amma bu evdirsə cəmaət yaşayır deyərəm. Növbəti hissə aeroportdan olacaq. İspaniya barəsində, daha doğrusu İspaniyanın Barcelona şəhərinin də 3 günlük səfərim barəsində öz təəssüratlarımı bölüşəcəm. Ayaqlarımda yorğunluq baskısını hiss edirəm. Belə ki, sinimdə təqribi 10 kiloqramlıq bir çanta var, bel çantası var. Belə deyək, bir qədər yorğunluq hiss olunabilir, amma düşünürəm ki,
Hansısa 2 saatlıq uçuşum olacaq. 1 saat rahat yata bilərəm həmin vaxtda. Və mən avtobusdan ancaq mən çatıram. Səhər tezəndən sinirdə bütün kəsra boydu ki, otelində tepkindən qoymadım, qayıdıb vaxt itirməməkdən ötürü. Düşünürəm, yaxşı eləmişəm. İndi isə Airbus'una bilet alasıyam. Burada tanrılardan mən soruşacağım. Hi, excuse me, Air to Airbus going in here to Terminal 2. Terminal 2? Yes. You have a ticket? What? You have or you need a ticket? No, sir. I need. Tickets for I want to buy. this one way? What? One way, yes, one way. What company flight? 7:30. Okay. 7 and 7.5. Okay. Thank you very much. Okay. Biletimizi aldık. Götürün. What? Zero. Okay, thank you. Deyir ki, buradan Terminal 2'ya getmək üçün buradan getməlisən və 7 euro 75 sent yenə də ödədik. Otobusumuz gəldi, tiketimizi yoxlatdırıq və girdik otobusumuza. Arxalara keçirik. Yol məsafəmiz var. Ona görə keçirik arxalara. Və buradan sonra isə yaxşı avtobus tez tərpənir. Artıq eləşdik və başlayırıq dua eləməyə. Çataq. Aeroportla çatdıq. 2:25'də geçtik bura saatıyla. Terminal 2'də düşdük. Aha. Gedirik B hissəsinə. Okay. Gedirik. Gate'in açılmağını gözləyirik. Və burada Barcelona səfərimiz sona yetir. Barcelona haqqında deyə bilərəm ki, 3 gün azdır. Yəni rahat 4-5 gün ayırmaq lazımdır deyə düşünürəm. Rahat 4 gün. Gəldiyiniz gün xaric 4 gün. Gözəl gəzməli yerləri var mı? Var. Çoxdur. Bunu videoda görəcəksiniz. Görmüsünüz zaten. Belə. İndi isə yavaş-yavaş gedək Venesiya doğru. Və beləcə Barcelona sağollaşır, Venesiya ilə salamlaşmağa doğru getdik. Növbəti videoda görüşənədək.